Salam, bugün adi kəsirlərlə bağlı təməl bilikləri öyrənəcəyik. Adi kəsir nədir? Adi kəsir bu şəkildə olan ifadəyə deyilir. Yəni burada A və B natural ədədlərdir. Natural, bu da natural. Natural ədəd nədir? Natural ədəd sıfırdan böyük olan və kəsir olmayan ədədlərdir. Yəni müsbət kəsir olmayan ədədlər. Kəsir olmayan. İndi baxaq. Bu surətdir, bu məxrəcdir. İndi əgər surət məxrəcdən böyük olarsa, bu olacaq düzgün olmayan kəsir. Düzgün olmayan. Məsələn, yazaq bura 5-də 8. Baxın. A, yəni surət 5-dən, yəni məxrəcdən böyükdür. Yəni bu bundan böyükdürsə, o zaman bu düzgün olmayan kəsirdir. Amma əgər A B-dən kiçikdirsə, yəni surət məxrəcdən kiçikdirsə, olacaq düzgün kəsir. Məsələn, yazaq bura 4-də 3. Baxın, surət məxrəcdən kiçik olduğuna görə biz bunu düzgün kəsir kimi götürürük. Düzgün kəsir. İndi gələk kəsirlərin müqayisəsinə. Kəsirlərin müqayisəsi dedikdə, biz bunları müqayisə eləmək üçün ya gərək surətləri eyni olsun, ya da ki, məxrəcləri eyni olsun. Gəlin nümunə əsasında baxaq buna. Gəlin birinci məxrəcin eyni olmasına baxaq. Məsələn, 5-də 1, bir də bizə verib 5-də 3. Bunlar düzgün kəsirlərdir uşaqlar, çünki surət məxrəcdən balacadır. Əgər surət məxrəcdən böyük olsaydı, o zaman düzgün olmayan kəsir olacaqdı. İndi baxaq bura. Biz bunları müqayisə eləmək üçün baxırıq ki, məxrəclər eynidir, eləmi? Burada baxırıq surətlərə. Əgər surətlərdən hansı böyükdürsə, həmin kəsir böyük olacaq. 3 birdən böyük olduğuna görə belə olur. İndi gələk ikinci qaydamıza. Məsələn, deyək ki, surətlər bərabərdir. Məsələn, 9-da 4, bir də bizə verib 9-da 7 məsələn. Burada sizcə bir dəqiqə, surətləri eyni yazmalıydıq. Surətləri eyni yazmalıyıq, çünki ikinci qaydamız belədir. Əgər surətlər eynidirsə, biz bunları müqayisə edə bilərik. Necə? Baxırıq ki, məxrəclərdən hansı kiçikdirsə, o böyükdür. 7 9-dan kiçik olduğuna görə 7-də 4, 9-da 4-dən böyük olacaq. Deməli, əgər məxrəclər eynidirsə, surətlərdən hansı böyükdürsə onu götürürük. Amma surətlər eynidirsə, məxrəclərdən hansı kiçikdirsə onu böyük götürürük. İndi gəlin bir nümunə də verim sizə. Məsələn, sizə verilib ki, 12-də 1, bir də verilib ki, 15-də 1. Hansı böyük olar sizcə? Siz baxırsınız, görürsünüz ki, burada surətlər eynidir. Bunları müqayisə edə bilərsiniz. Baxırsınız bunların məxrəclərinə. Məxrəclərdən hansı kiçikdirsə, o böyük olacaq. İndi gəlin bir nümunə də verim. Məsələn, deyirik ki, 7-də 6, bir də 7-də 2. Hansı böyük olacaq? Baxırıq məxrəclərinə. Məxrəclər eynidirsə, surətlərdən hansı böyükdürsə, o böyükdür. Yəni, məxrəclə surətdə tərsinədir. İndi gəlin üçüncü varianta baxaq. Üçüncü variant nədən ibarətdir? Üçüncü variantda məxrəc, surət hamısı fərqlidir. Yəni, eyni olan yoxdur.
Bayaqkiların birində məxrəcləri eyni idi, digərində isə sürətlər eyni idi və onları müqayisə edə bilirdik. Amma indi yazacağım nümunədə isə bu belə olmayacaq. Məsələn, yazıram 4-də 2, bir də yazıram 3-də 1 məsələn. Biz buradan hansının böyük olduğunu necə bilə bilərik? Məxrəclər eyni deyil, sürətlər eyni deyil. Biz məcbur bunları eyniləşdirməliyik. Ya sürətləri eyni eləməliyik, ya da məxrəcləri eyni eləməliyik. Gəlin birinci məxrəcləri eyni eləyək. 4 ilə 3-ün ikisini də nəyə gətirə bilərik? Baxaq. 4 ilə 3-ün ikisini də 12-yə gətirə bilərik. Yəni 4-ü nəyə vursaq 12 eləyər? 3-ə vursaq. Bəs 3-ü nəyə vursaq 12 eləyər? 4-ə vursaq. Əgər biz bunu 3-ə vurub 12 yazırıqsa, biz surəti də 3-ə vurmalıyıq. Yəni, əgər məxrəci vururuqsa, surəti də vurmalıyıq. Məxrəci bölürüksə, surəti də bölməliyik. Yəni, onlar ikisi bir yerdə iş görürlər. Aha, 4-ü vurduq 3-ə, 12-yə. 2-ni 3-ə vuraq, 6. 12-də 6. Gələk bura, 3-də 1. İndi 3-də 1-im. Neyiniyək? 3-ü 4-ə vuraq. Baxın. Bu yuxarıda yazdığım hər ikisinə aiddir. 12. Yenə 3-ü 4-ə vurduqsa 1-i də 4-ə vurmalıyıq. 4. Və biz bunları rahat müqayisə edə bilərik. Çünki məxrəclər eynidir. Biz birinci qaydamızda demişdik ki, məxrəclər eynidirsə, sürətlərdən hansı böyükdürsə, o kəsir böyük hesab olunur. İndi gəlin sürətləri bərabərləşdirək. Sürətləri bərabər edək. Məsələn, 2 ilə 1-in ikisini də nəyə gətirə bilərik? Elə 2-yə gətirək də. Zaten 2 elə 2 olduğu kimi qalsın. 1-i 2-yə vursaq 2 olacaq. Elə eyni olacaq. Yəni 4-də 2 ilə bizim işimiz yoxdur. 3-də 1-i. Yenə 3-ü 2-yə vururuq 6. 1-i 2-yə vururuq 2. Baxırıq bura. İkisinin də məxrəci eynidir. Daha doğrusu sürəti eynidir. Sürət eynidirsə, baxırıq məxrəclərə. Məxrəclərin hansı kiçikdirsə, o böyükdür. Yəni, sürətdə bilirik ki, tərsinədir. Ya da istəsəz bunu 2-yə ixtisar eləyə bilərsiniz. Bunu 2-yə böləndə 1, bunu 2-yə böləndə 2. Necə olur? Baxın. 2-də 1 olur. Bunu ixtisar eləyəndə. İxtisar bilsizdə nədir? İxtisar oldu ki, yəni hər ikisini eyni ədədə bölürsünüz. İxtisar o deməkdir. 2-də 1. 2-də 1, 3-də 1. Baxın yenə. Sürətlər eynidir. Məxrəclərdən hansı kiçikdirsə o böyükdür. Yəni, hər yolla eləsək, yəni bu böyük olur. Yəni, gördüyünüz kimi 3 yolla elədik. Sizə hansı rahatdırsa o üsulunu eləyə bilərsiniz. Amma ən düzgün hesab olunan budur. Yəni, daha çox eyni məxrəcə gətirməkdən istifadə olunur. Növbəti addım. Kəsirlərin toplama və çıxılması. Kəsirləri necə toplayıb çıxırıq? Bunun üçün mütləq və mütləq şəkildə məxrəc bərabər olmalıdır. Yazırıq məxrəclər bərabər olmalı. Məxrəclər mütləq şəkildə bərabər olmalıdır. Məsələn, bizə verir 7-də 1, üstəgəl 7-də 4. Siz bunu necə hesaplayarsınız? Baxırıq. Məxrəclər eynidirsə, toplaya bilərik. Yazırıq bura. 7 olduğu kimi qalır. İşimiz yoxdur. 1 üstəgəl 4 neçə eləyir? 5. 7-də 5. Çox sadə. İndi məxrəcləri eyni olan kəsirlərin çıxılmasına baxaq. Məsələn, 10-da 6 çıx 10-da 4. Baxaq. Yenə kəsirin məxrəci eynidirsə, rahat çıxa bilərik. Yəni, məxrəclə işimiz yoxdur. Sürətləri çıxırıq. 6-dan 4 çıxanda neçə eləyirik ki? Bu qədər. Axırda bunu ixtisar eləyə bilərik. Amma hələ ixtisara gəlməyək. İxtisarı bundan sonrakında izah edərəm. Amma bayaq dedim. Yəni, ixtisar odur ki, ikisinin də eyni ədədə bölünməsi. Məsələn, 10-da 2. Bu 2 ədəd 10 və 2. İkisi də nəyə bölünür? 2-yə bölünür. 10 2-yə bölünəndə 5. 2 2-yə bölünəndə 1. 5-də 1 olur. İndi gələk məxrəcləri müxtəlif olanlara. Gələk məxrəcləri müxtəlif olan kəsirlərin toplanıb çıxılmasına. Biz dedik ki, teoriyamızda məxrəc mütləq bərabər olmalıdır ki, biz onları toplayıb çıxa bilək. Amma biz burada baxırıq ki, məxrəclər bərabər deyil. Biz nə etməliyik?
təbii ki, məxrəcləri bərabərləşdirməliyik. İndi baxaq. Biz bu ikisini nəyə gətirə bilərik? Bir düşünün. 8 ilə 4-ün əkobu. Əkob tapın. Əkob nə ola bilər? 8 ilə 4-ün əkobunu ayrı-ayrıqda hesablayıb tapsaz, 8 tapacaqsınız. Amma məntiqlə də tapa bilərsiniz ki, zaten 8 ilə 4 ortaq ancaq 8 ola bilər də. Yəni ən aşağısı 8 ola bilər. Ən çox təbii ki 16 və yaxud 24, 32 yəni çox ola bilər. Amma ən əsas 8, ən kiçiyini götürməliyik ki, asan olsun bizə. 8'e gətirsə, bu zaten 8'dir. 8'də 3 işimiz yoxdur. Bu zaten 8'dir məxrəc. Bizim işimiz bununlandır ki, biz bunu 8'e gətirməliyik. Buradan bir dənə xətt çəkirik. 4'ü nəyə vursaq 8 eləyir? 2'yə vursaq, bəli. Əgər 4'ü 2'yə vurub bura 8 yazırıqsa, biz 1'i də 2'yə vurmalıyıq. Çünki dedim axı, bunlar bir yerdə işləyirlər. 1'i 2'yə vuranda 2 bərabərdir. 8'də 3'ün üstünə 2 gələk, 5 bayaq izah etdim necə toplamaq lazımdır. Məxrəc eynidirsə olduğu kimi saxlayırıq bunu və sürətləri toplayırıq. Cavab 8'də 5. Bura qədər gəldinizsə, əgər videonu izlədinizsə, xahiş edirəm ki, aşağıya yorumlara ağ ürək qoyun. Ağ ürək. Gələk bir dənə də çıxma əməlindən işləyək. Yenə baxırıq ki, məxrəclər fərqlidir. Yəni eyni məxrəcə gətirmək lazımdır. Eyni məxrəcə gətirmək üçün baxırıq ki, 4 ilə 6 ən aşağı nəyə gələ bilər? Ortaq məxrəcə gətirmək üçün. Ümumiyyətcə toplama və çıxmada mütləq ortaq məxrəc olmalıdır. Bunu yadda saxlayın. Vurma bölmədə yox. Ancaq toplama və çıxmada ortaq məxrəc lazımdır. İndi gələk bura. 4 ilə 6 əkobunu tapsanız, görəcəksiniz ki 12 olur. Və 4'ü neçəyə vursaq 12 eləyər? 3'ə. 6'ı neçəyə vursaq 12 eləyər? 2'yə. Eyni 4'ü 3'ə vurun 12. Əgər 4'ü vurmuşsunuzsa 1'i də vurun 3'ə. Çünki onlar dedim ki bir yerdə işləyirlər. Çıxılsın. 6'nı yenə 2'yə vurub 12 yazırsınızsa, mütləq şəkildə onun surətini də 2'yə vurmalısınız. Yəni 1'i 2'yə vuranda 2 eləyir. Bərabərdir. Artıq bunun çıxmağı bayaq sizə başa saldım ki, məxrəc eyni qalır. Sürətlər 3'dən 2'ni çıxırsınız. Bu qədər sadə. Gələk kəsirlərin vurulması və bölünməsinə. Kəsirlərin vurulması və bölünməsi üçün sizə bir nümunə verim. Məsələn, 3'də 2 vurulsun 5'də 1 məsələn. Biz bunu necə hesablaya bilərik? Baxırıq. Kəsirin vurulması və bölünməsinə ortaq məxrəcə ehtiyac yoxdur. Yəni, məxrəclərin eyni olmasına ehtiyac yoxdur. 3'ü vurursunuz 5'ə 15. 2'ni vurursunuz 1'ə 2. Belə sadədir. Amma bölmək desək, məsələn desək ki, 3'də 2'ni bölün 5'də 1'ə. Bölməkdə biraz fərqlidir. Çünki yerləri dəyişəcək. Məsələn, 3'də 2 yazırsınızsa, bunun işimiz yoxdur. Bu bölməyi yerinə vurma yazırıq. 5'də 1'in yerini dəyişirik. Yəni tərsini yazırıq. 5'də 1 yox, 1'də 5 yazırıq. Baxın, indi həminki kimi eləyək. 3'ünü vuraq 1'ə. 3, 2'ni vuraq 5'ə 10. 3'də 10. Bu artıq düzgün olmayan kəsirdir. Çünki dedik ki, sürət böyük olanda düzgün olmayan kəsir olur. Və bizdə əsas ixtisar problemi var ki, uşaqların çoxunda çaşır. Gələk bu misala. Bu misalda 20'də 6, 3'də 2. Biz bu misalı sadə şəkildə həll eləmək üçün ixtisar etməliyik. İxtisar bayaq dedim ki, hər ikisinin eyni ədədə bölünməsidir. Məsələn, 20'də 6 ya da belə eləyə bilərik. Baxın, bu vuruşa vurdu da eləmi? Bunu birləşdirə bilərik. Zaten bunu buna vuracaq, bunu buna vuracaq. Eləmi? 6'nı 2'yə 20'ni 3'ə vuracaq. Eləyəcək 60'da 12. Amma bunun daha asan yolu var ki, biz bunları ixtisar aparaq. Məsələn, baxın burada 6 ilə 3'ü apara bilərik. Nəyə görə? Çünki 6 ilə 3 ikisi də 3'ə bölünür. 6'nı 3'ə böləndə eləyir 2. 3'ü 3'ə böləndə eləyir 1. İkisini də 3'ə böldüm. Baxın 6'nı 3'ə böldüm 2, 3'ü 3'ə böldüm 1. İndi 2 ilə 20'ni də eləyə bilərik. Məsələn 2 ilə 20 ikisi də 2'yə bölünür. 2'ni 2'yə böləndə 1, 20'ni 2'yə böləndə 10. İkisini də bölməliyik, yaxşımı? İndi burada baxa başqa nə var? 1, 1, 1'lər bizə artıq lazım deyil. Çünki ədədi 1'ə vuranda və böləndə eyni ədəd alınır. Heç ehtiyac yoxdur. Amma gəlsə 2 ilə 10 qalıb burada. Bunlar ikisi də
Baxın, bu elə bil ki bir sərhəd kimidir. Yəni bunları bir-birinin apara bilərik. İndi baxın, bu yanaşları bir-birinə apara bilmərik. Bu yanaşları apara bilmərik. Elə bil ki, bunlar bir-birindən dostdular. Bunlar da bir-birindən dostdular. Amma ortada bir sərhəd var. Yəni biz bunları bir-birinə apara bilmərik. Amma yuxarı ilə aşağını bir-birinə apara bilərik. Məsələn, 10 ilə 2-ni bir-birinə apara bilərik. Çünki yuxarı ilə aşağıdadır. 2 ilə 10 nəyə bölünür? İkisi də 2-yə bölünür. Çünki ikisi də cüdələrdir. 2-ni 2-yə böləndə 1, 10-u 2-yə böləndə 5. Bu da 1-dir. Bizə 1. Baxın, yuxarıda 1, 1. 1-i 1-ə vurun. 1. Aşağıda nə qaldı? 5. Bir də 1 qaldı. 5-i 1-ə vurun. 5. Bu qədər. Davam edək. İndi gəlin bunu bölək. Bu dəfə bölmədir. Bölməni sizə demişdim. Böləndə nə edirik? Birincini olduğu kimi yazırıq. Sonra bu bölməyi yerinə vurma yazırıq. Bunu da tərsinə çeviririk. 10-da 4-dürsə 4-də 10 yazırıq. Bərabərdir. İndi 8, 10. Necə apararıq? Və yaxud 2 ilə 8 ya da 10 ilə 8 dediyim kimi bunları bir sərhəddə birləşdirə bilərik. Yəni bununla bu dostu bunları bir-birinə apara bilməliyik. Bununla bu da dostu bir-birinə apara bilməliyik. Amma bu sərhəd var ki, biz bunları bir-birindən apara bilərik. İndi baxaq. Məsələn, gəlin burada nəyə aparaq? Məsələn, gəlin istəyirsinizsə belə aparaq, alt-alta aparaq. Məsələn, 10 ilə 4 ikisi də cütdür. İkisi də 2-yə rahat bölünər. 4-ü 2-yə bölün 2, 10-u 2-yə bölün 5. Eləmi? 10 ilə 4 gedib, burada 2 qalıb, burada 5 qalıb. İndi burada 2 var. 2 ilə 2-ni də apara bilərik. Eləmi? 2-ni 2-yə böləndə 1, 2-ni 2-yə böləndə 1. Gördünüz, ikisi də 2-yə bölünür. 8 ilə 5-i apara bilməliyik, çünki 8 ilə 5 ortaq heç nəyə bölünmür. İndi baxaq. Burada 8, burada 1. 8-i 1-ə vurun, 8. Burada 1 qalıb, burada da 5 qalıb. 1-i 5-ə vuranda 5. Cavab 8-də 5. Gələk qarşıq ədədə. Qarşıq ədəd nədir? Tam hissəsi olan ədəddir. Məsələn, 2 tam 5-də 1. Baxın, 2 tam bu surət, bu məxrəc. Yəni, buna deyilir qarşıq ədəd. Çox sadədir. İndi gəlin, məsələn, düzgün olmayan kəsiri qarşıq ədədə çevirək. Məsələn, bizə gəl bunu çevirək birinci düzgün olmayana. Ondan sonra tərsinəsini eləyərik. Məsələn, 2 tam 5-də 1 düzgün olmayan kəsirə necə çevirərik? 5-i yazarıq olduğu kimi 5-i vurarıq 2-yə, üstünə 1 gələrik. Baxın, 5-i vururuq 2-yə, üstünə 1 gəlirik. 5 vur 2, 10. Onun üstünə 1 gələndə 11. Gəlin birini də siz edin. 4-də 3. 3 tam 4-də 3. Baxın, 4-ü neyinirsiniz? Vurursunuz tama, üstünə sürətə gəlirsiniz. 4-ü vurursunuz 3-ə. Bu 4-nə qalır. Məxrəc qalır olduğu kimi. 4-ü vurursunuz 3-ə 12. 12-nin üstünə 3 gəlirsiniz. 15. İndi birini də verin. 1 tam 5-də 2. Yenə neyinirsiniz? 5-i vurursunuz 1-ə, üstünə 2 gəlirsiniz. 5 qalır yerində. 5-i vurursunuz 1-ə, üstünə 2 gəlirsiniz. Neçə eləyir? 7. Bəli. İndi məsələn bizə verib ki 3-də 7-ni keçirin, çevirin qarışıq ədədə. Bayaq biz qarışıq ədəddən düzgün olmayana keçirik. İndi düzgün olmayandan qarışıq ədədə keçirik. Düzgün olmayan olduğunu hardan bildik? Ən birinci qaydamızda dediyim kimi sürət böyükdürsə düzgün olmayandır. Bunun asan yolu nədir? Yəni bir dənə yol var. Zaten 7-ni 3-ə bölürsünüz. Təbii ki bunu beyninizdə bölün. Belə çubuqlu bölməyə heç ehtiyac yoxdur. Prosta elə belə yazdım. 7-ni 3-ə böləndə bilirsiniz ki 2 eləyir. Yenirsiniz 2-ni 3-ə vurub 6, 7-dən 6 çıxırsınız, neçə eləyir? 1. Bu cavabı gətirib tam yerinə yazırsınız, yəni 2. Məxrəci 3 yazırsınız, məxrəc dəyişmir də bilirsiniz, məxrəci 3 yazırsınız. Bu qalıq var ha, bu qalığı da gətirib sürətə yazırsınız, 2 tam 3-də 1. Gəlin yoxlayaq, 2 tam 3-də 1-i çevirə düzgün olmayana. Neyinirik? 3 olduğu kimi qalır, məxrəc həmişə olduğu kimi qalır. 3-ü vurursunuz 2-yə, üstünə 1 gəlirsiniz. 3-ü vurursunuz 2-yə, 6, üstünə 1 gəlirsiniz 7. Baxın 3-də 7. Baxdınız, eyni şeydir. Sadəcə tərsini elədik. Məncə adi kəsirlər barədə bu qədər. Yəni bu kəsir xətti, bir daha bildirim ki, bölmək deməkdir. Axırıncı nüansı bildirim. Məsələn, bizə əgər 4-də 8 verirsə, bunun cavabı 2-dir. Nəyə görə? Çünki 8 böl, bu böl işarəsi böl 4. 2. Bizə əgər 5-də 5 verirsə, bunun cavabı neçədir? 1. Bir də qarşıq ədədlərin çıxılması, toplanması var. Onu da növbəti dərslərimizdə
videolarımızda izah edərəm, baxarsınız. Sağ olun, özünüzə yaxşı baxın.